Okey. Bugünkü dərsdə biz bir neçə dənə ilk öncə təbii burdakı rəqəmləri öyrənmişdik. Normalda öyrənmiş olmalıyıq. Aha. Öyrənmiş olduğumuz üçün də yenə kiçik bir oyun oynayacağıq. Hər kəs başqa bir adama sual verəcəkdi ki, onun əlində hansı əşyadan neçə dənə vardı. Həmin adam da o əşyanın nömrəsini, rəqəmini deyəcəkdir. Rəqəmini dedikcə də biz həmin o rəqəmləri praktika eləmiş olacağıq. Bir də son olaraq iki dənə bonus yazmışam. Boyunu və çəkisini hara yazmışdım bunu? Boyunu və çəkisini bunları indi axırda eləyəcəyik. Bonus olaraq yazmışam. Bu dərsin içərisində deyildi. Onu öyrənəcəyik. Necə boyu soruşuruq, necə çəkini soruşuruq və ona necə cavab veririk. Yenə də rəqəmlərdən istifadə eləyəcəyimiz üçün yenə də praktika eləmiş olacağıq. Çalışın mümkün qədər aktiv olun. Yenə dediyim kimi bu dərsdə heç bir zaman yarğı yoxdur. Səhvlər eləyə-eləyə öyrənirik. Səhvlər eləmək çox mükəmməl bir şeydir. OK. Donc c'est parti. Mir Pacha, c'est ça, hein, Pacha, Mir Pacha. Oui, c'est ça. Donc, tu as quel âge, Mir Pacha? J'ai 22 ans. Tu as 22 ans. Ok. Est-ce que tu peux poser la question à Dishat, quel âge a-t-elle? Ça marche. Bonjour les chats. Bonjour, Euh, ça va? ça va et vous? Merci. Ça va bien. Quel âge as-tu? Alors, j'ai 29 ans. Ok, excellent. Donc, tu vas faire la même chose, Dishat. Tu vas poser la question à Aïssel. Bonsoir, Rachel. Vous allez bien? Bonsoir, Deschat. Oui, ça va. Merci. Et vous? Ça va, merci. Vous avez quel âge? J'ai 26 ans. Parfait. Très bien. Aïssel, vous allez faire la même chose. Donc, tu vas poser la question à Aïten. Bonsoir, Aitan. Bonsoir, ça va bien? Oui, ça va. Et vous? Oui, merci. Quel âge as-tu? J'ai 44 ans. Hmm. Excellent. Donc, Aïten, tu vas poser la question à Saïda. Bonsoir, Saïda. Bonsoir, Ethan. Comment ça va? Merci beaucoup. Et vous? Et quel âge as-tu? Allô? Allô? Oui. Et quel âge as-tu? Euh, j'ai 36 ans. Ah, ok, merci. Excellent. Saïda, donc tu vas poser la question à Hassan, s'il te plaît. Bonsoir, Hassan. Bonsoir, ça va? Merci. Et vous? Euh, Hassan, merci, ça va. quel âge as-tu? Euh, je suis e, yadımdan çıxdı. 20 rəqəm bilmirəm. Bildiğiniz rəqəmi deyin, fərqi yoxdur. Yarğı yoxdur bizdə. Nə, hansı rəqəm bilirsən onu deyin. 25 yaşım var. 25 yaşım 25. 25. ben. OK. Et toi? Et moi? J'ai 36 ans. OK. Excellent. C'est parfait. Birinci mərhələmiz buydu. İndi bir-birimizə o öyrəndiyimiz əşyalar haqqında suallar verəcəyik. Dediyimiz kimi əşyalar haqqında sual verəndə kombiyan dö ilə veririk. Dö ona elə ki bitişikdir də. Təsəvvür edin ki, kombiyan dö bitişikdir də, ayrılmır. Kombiyan döyü deyirik. Ondan sonra da əşyanın adını deyirik. Məsələn, telefon mən sizə indi Mirpaşadan soruşacağam ki, neçə dənə telefonu var. Kombiyan döyü deyəcəm. Bir nəfəs alacağam. Əşyanın adını deyəcəm. Kombiyan dö telefon, nəfəs aldım, telefon dedim. Ondan sonra da tu anı deyəcəm. Yox, bu qədər sadə. Kombiyan dö telefon tu a. Neçə dənə telefonun var? O da cavab verəcəkdir ki, J 5 dənə telefonum var. J 5 telefon məsələn. Combien de əşya tu as? Combien de əşya tu as? İndi əşyalara gedin baxın, maraqlı əşya olsun da. Telefon çox asandır. Orada əşyalarımızın şəkilləri var idi. Baxaq. Müəllim, mən bir sualım var, verə bilərəm? Buyurun, kimdir? Səidə siz Səidə, buyurun, bəli. buyurun.
Biz bayaqlar özümüzü, yaşımızı təqdim eləyəndə mən deyirəm je 36 ans, yoxsa je suis 36 ans deyilməlidir. Hansı Non, deyilməli? non. Je suis 36 ans. Yox, düzgün deyil. Hamınız düz dediniz. J'ai 36 ans. Je. Okay. Hə, mənim var. İngilislər deyir ki, je suis 36 ans, amma biz fransız ilə öyrəndiyimiz üçün var. J'ai 36 ans ən düzgünü. Hamınız da düzgün dediniz. Eşki müəllim, olar bir sual da mən verim. Buyurun, buyurun. Məsələn, biz burada deyirik ki, quel âge es-tu? Məsələn, mən bir də görsün verirəm ki, à quel âge êtes-vous? Okey, Bu okey. nə dərəcədə düzgündür? O da düzgündür. Bir dənə axırda bir kiçik bir səsi yaddan çıxardırsınız. Məsələn, burada dediyiniz kimi dedik, quel âge as-tu? As-tu? Neçə Hı. yaşın var? Hı. Sizin neçə yaşınız var deyəndə deyəcək quel âge, başlığını düzgün dediniz. Quel âge avez-vous? Bir dənə Avez-vous. yaddan çıxarın. Avez-vous. Avez-vous. Ha, okey. Quel âge avez-vous? Avez-vous. Ha, Quel âge avez-vous? Oui, voilà. Bir, okey. su- bir sual verə bilərəm. Buyurun, buyurun. Avez-vous ilə vous avez-nin nə fərqi var? Yəni gün istifadədə. Məncə biri təsdiqdədir, biri inkarda. Sual cümlesi Dedi. olduğuna göre abi Biri sual, biri təsdiq. Cavabıdır. Hamınız düz deyirsiniz. Bunun bircə dənə fərqi dilin nə də deyirlər, akademik və yaxud da akademik olmama. İnversiya eləyəndə akademik olur. İnversiya eləyirik vous avez. Başqa heç bir fərqi yoxdur. Mən istəsəm bu sualı belə də verə bilərəm. Quel âge? Vous avez. Quel âge vous avez? Hmm. Eyni şeydir, heç bir fərq yoxdur. Prosto bu mənim dilimə yatmır. Quel âge vous avez biraz dilimə yatmır. Həmişə mən deyirəm quel âge avez-vous? Dilə yatım məsələsi də var. Məsələn, quel âge tu-ya deyəndə biraz dilə yatım olmur. Amma quel âge as-tu deyəndə dilə daha yatımlı olur. İndi nə hansını desəz ikisi də düzdür. Okay. Başa Quel düşdüm. âge tu-as? Quel âge tu-as? Eyni şeydir. Okey. Bu Vincent'i silək. Allez, bah c'est parti. C'est parti. C'est parti. Hardaydı o şeylər? Əşyalar. Tamam. Əşyalar. Getdik. Deməli, Mirpaşa sizə 2 dənə sual verəcəm bu əşyalardan. Birincisi, combien de lunettes de soleil tu as? Combien de lunettes de soleil tu as? J'ai deux j'ai deux lunettes. Non. J'ai deux les lunettes. Des lunettes. De soleil. De soleil də deyincə günəş olsun. soleil, De ouais. Voilà. J'ai deux lunettes de soleil. Hə, bunu düzgün şeylədiniz. Burada kimsə getdi. Hə, Həsən idi deyəsən. Zayetqası bitib. Okey. Rəqəmi qoyanda artiklı silirik. Hə, rəqəmi qoyan kimi artikl silinir avtomatik olaraq. Tutaq ki, burada 5 dənə desəydim, j'ai 5 lunettes de soleil. Artiklı sildim, yerinə rəqəm qoyuram. J'ai 5 lunettes de soleil. Okey. İkinci sual gəlir. Paşa, combien de stylos tu as? J'ai deux stylos. Excellent. İndi siz Dilşada sual verəcəksiniz, zəhmət olmasa. 2 dənə əşya deyəcəksiniz. Birinə cavab versin, sonra o biri. Combien de téléphones vous avez? j'ai du téléphone. İkinci sual. Vous avez combien d'enfants? J'ai deux enfants. Okey. Dilşad, indi siz Aysel'e sual verin. Menü alabilir miyim? Buyurun Dilşad, Aysel'e sual verin. Combien de crayons vous avez? J'ai beaucoup de crayons. Ok. Combien de clés vous avez? Comment? Combien de clés vous avez? J'ai juste une.
clé. Okey. Buyurun Aysel Ayten'e sual verin. Euh, euh, combien, combien d'enfants vous avez? J'ai deux enfants. Combien, combien en stylo vous avez? J'ai quatre stylos. Okey. Bu qətiyyən yargı deyil. Prost bunu deməliyəm ki, beynimizdə yanlış qalmasın. Kombiyəndən sonra dö həmişə gəlməlidir. Əşyalarla sual verəndə kombiyan dö bitişikdir. Ayırmırıq. Düz olmur. Kombiyan dö stylo tu as. Combien de enfants tu as, etc. Buyurun Ayten size. Aha. Cavabda necə? Mesela mən dedim ki, j'ai quatre stylos. Très bien. Yəni Ouais. ancaq sualda dö gəlir qabağa. Ancaq hə, kombi elə bir ki, fikirləşin. İki dənə sözümüz var da. Onlar ikisi belə maraqlıdır. Combien de? Birincisi, hə, biri combien de bitişikdir. Bir də Aysel dedi beaucoup de. Məsələn, beaucoup de çox deməkdir. Deyək ki, mən demək istəyirəm ki, mənim çoxlu telefonlarım var. Deyəcəm Hı ki, hı. j'ai beaucoup de telefon. Hı 100 dənə hı. olsa belə o de olur. Yəni des olmur. Beaucoup de Hı. telefon. J'ai beaucoup de téléphones, j'ai beaucoup de rêves, j'ai beaucoup de voitures, j'ai beaucoup de portefeuilles, j'ai beaucoup de Cəm agendas. şəklində olmasa belə, Ay sağ ol. telefonda S yazılırsa, telefonlar sualı veririksə yenə D olmamalıdır da, D olmalıdır. Ay sağ ol. Ay sağ ol. Voilà. Tamam. C'est ça. Exactement. Həmişə de olur. Cəm olsun, tək olsun, qadın olsun, kişi olsun. Combien de və beaucoup de dəyişilmir. Ok, c'est parti. Alors, Ayten, posez la question à Saïda, s'il vous plaît. Seyde, combien de portefeuilles tu as? J'ai 3 portefeuilles. Et combien de carnets tu as? J'ai 5 carnets. Həsən, siz də eşidirsiniz? Bəli, eşidirəm. Buradayam. Danışma Artıq, imkanınız var. Ətrafınızda çox adam var deyəsən. Danışma imkanınız olacaq. bəli, danışma imkanı var, danışa bilərəm. Hə, tamam. Sadəcə dərsin tempini tuta bilmirəm. Keçən dərs mən qoşula bilmədim. Ona görə əslində biraz bildiyim şeylər var. Sadəcə sizin keçdiyiniz yəni Narahat sizin olmayın. Bu şəkildəki əşyaları görə bilirsiniz, yoxsa yox? Bəli, görürəm. Tamam. İndi Səidə sizə sual verəcəkdir ki, neçə dənə bu əşyalardan var? Siz də mənim var demək üçün deyəcəksiniz J. Ondan sonra da əşyanın adını deyin. Rəqəmi bilirsinizsə rəqəmi deyəcəksiniz, sonra da əşyanı deyəcəksiniz. Ona qədər rəqəmləri bilirəm, bəli. Hə, всё. Tutaq ki, belə bir misal verim. Tutaq ki, Səidə sizə sual verəcək ki, tu as combien de téléphone? Neçə dənə telefonun var? Ona cavab olaraq J. J'ai un telefon. Ay sağ ol, всё, hə. Amma indi bilmirəm də hansı əşyanı deyəcəkdi. Buyurun Səidə. Combien de clés vous avez? Zego ne? Okay. Buyurun ikinci əşya. Combien combien de agenda vous avez? Oui, j'ai un agenda. Okay. Hə. Super. Mənə heç kim sual vermədi. Həsən, mənə sual vermək istəyirsiniz? Combien de bir başka da əşyanın adını deyim bundan sonra. Hə, combien de əşya tu as? Rayon. Rayon deyirlər də deyəsən. Super, hə. İspanyolca ilə bağlı problem var. Yəni, Combien de crayon? Bir də tu as hissəsi qaldı. Combien de crayon tu as? combien de combien de crayon tu as? Ay sağ ol, super. J'ai 5 crayon. Buyurun ikinci əşyanı da deyin. İkinci əşya üçün də. Combien de telefon tu as? Super.
J'ai trois téléphones. Ouais, j'ai trois. Non, j'ai quatre téléphones. Oui, j'ai quatre téléphones. Tamam. Super. Bu belə. İndi davam eləyək. Bizim ikinci öyrənməli olduğumuz şey var idi. Bunu məncə mənimsədik və attends, là 25 ça me va. Aimer feilini aimer feilini burada yazmışdı. Məsələn, nəyi Ben sevirəm. j'aime. Ay sağ ol, mən sevirəm. O j'aime-dən sonra hər hansı bir məstər feilini qoyanda, məsələn, j'aime parler. Cümlə Mən cümlə yarar. Avtomatik olaraq cümlə yarar. Məsələn, j'aime parler, J'aime mən parler français. j'aime parler français. Ay sağ ol. Mən fransız dili danışmağı xoşlayıram. İndi biz 3-4 dənə feil yazmışdım bura. Bu feillərə baxacağıq. Deməli, lire yazmışdım. Yazmaq, écrire, écrire yazmaq, lire oxumaq Azərbaycanca. Faire du sport, idman eləmək, écouter de la musique. Ümid edirəm, yəni buna baxırsınız da videoya, təzədən Bəli, təkrar bəli. eləmirəm. Okey. İndi sualımız nədir? Sualımız budur ki, mən indi Mirpaşaya o sualı verəcəm. Qu'est-ce que tu aimes dans la vie? Həyatda nə etməyi sevirsən? O da ona uyğun olaraq deyəcəkdir ki, j'aime 2 dənə, 3 dənə, 4 dənə nə istəsən, istəsə deyəcəkdir. J'aime bla 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 cavab verəcək. Okey. Allez, Mirpaşa, qu'est-ce que tu aimes dans la vie? Euh, J'aime beaucoup écouter de la musique. Okey. Très bien. Mirpaşa onda Dişada sual verin. Qu'est-ce que tu aimes dans la vie? Euh, J'aime danser, Okey. Buyurun j'aime Aysel'e sual. marcher. Okey. Pardon. Ah, ben souvent je suis là. Qu'est-ce que tu aimes dans la vie? J'aime lire et marcher. Buyurun Aysel. Ayten'e sual verin. Qu'est-ce que tu aimes dans la vie? Ayten mikrofonu bağlıdır. Bəlkə müsait deyil danışmaq üçün. Səidiyə sual Bir verin. Yok, bilmemişim bağlanıp. J'aime écouter musique, regarder les films, faire du sport. Et c'est tout. Okey. Buyurun Səid. Écouter de la musique. Aysel. O da Artık var, birləşikdir. yaddan çıxdı. Voilà. Buyurun Artık o Səidiyə. həmişə mənim problemimdir. O c'est pas grave. Seydə, qu'est-ce que vous aimez, ya vous aimez, Vous aimez Aysel. Vous aimez. voilà. Qu'est-ce que vous aimez? Euh, j'aime lire et écrire et faire du sport. Excellent. Donc, allez-y Saïda, tu poses la question à Hassan. Hassan, qu'est-ce que vous aimez dans la vie? J'aime apprendre langue étrange et écouter la musique, avoir, yoksa var idi. Bəs necə demək olar? Ne demek pardon? Bəsdən etuadır, bəs siz bununla olanda necə olur? Et vous? Et vous? Evu, hə. Evu. J'aime courir, nager, nage. Bağışlayın, kimin telefonunda ikinci səs gəlir? Bence Hasan elə bir yerdədir ki, orada onlardan anladım. danışılır. Mən əslində qulaqlıqdayım hal-hazırda. Sizə səs gəlir ətrafdan. Kənarda danışırlar da, amma onun problemi yoxdur. Eybi yoxdur. Prosta Problemi yoxdur. Davam edək. Yo, rahat ol. rahat ol. Sadəcə telefon adaptera qoymuşam. Bir məkanda oturmalı oldum ki, telefon sönməsin. Eybi bildim, yoxdur, bildim. problem yoxdur. Prosta Bayağı. bizə ikinci səs gəlirdi. Okey.
İndi son olaraq da belə bir şey, belə bir sual gəlir. Combien tu mesures? Sənin boyun neçədir? Bu bonusdur. Cavab olaraq je mesure 1 mètre bla bla bla. Məcbur deyilsiniz ki, həqiqi boyunuzu deyəsiniz. Əsas məsələ odur ki, biz rəqəmləri istifadə edirik. Hə, bir-birimizə birinci bu sualı verəcəyik, sonra çəkini verəcəyik. Yenə dediyim kimi məcbur deyilik. Bu sualı voilà, c'est pas très gentil de poser cette question, mais voilà, c'est pour apprendre les chiffres. Alors, allez-y, Mirpacha, combien tu mesures? Je mesure 1,80. Ok, allez-y, donc E, tu... kime sual verim? Size sual verim ya da. Oui, allez-y. Olar. Oui. Combien tu mesures? Alors, je mesure 1,65 m. Dishat, combien tu mesures? Je mesure 1 mètre 60. 60. 60. Ok, allez-y, vous posez la question à Aïssel. Aysel, combien tu mesures? Je mesure 1,53 m. Ok, Aïssel, Aytana sual verin. Combien tu mesures? Je mesure 1,55 m. Ok, Ayten Saidiye sual verin. Saïda, combien tu mesures? Je mesure 1 m 62. Oui, Saïda Hasan'a sual verin. Hassan, combien tu mesures? Je mesure 1 mètre Perşembe'deki bilmiyorum. 80. 80. 80. Combien tu mesures? Tekrar sual verdin. Oui, oui, c'est pour Saïda. Je mesure 1 m 62. Ok, excellent. İkinci sualımız, ikinci sualımız, indi belə bir şey var da, hamımız təbii boyumuzu dedik, indi çəkimizi deyəcəyik. Çəkimizi dedikdən sonra da biz həqiqi çəkimizi və yaxud da həqiqi boyumuzu demirik, məcbur deyil. Dediyim kimi fiktiv, hansı rəqəm xoşunuza gəlsə onu deyirsiniz, hansı rəqəmi bilirsinizsə onu deyirsiniz. Əsas məsələ rəqəmləri deməkdir. Daha sonra da bir oyun oynayacağıq. Oyunda tutaq ki, bir nəfər o birinə sual verəcək ki, tutaq ki, qrupdakı hansı şəxsin boyu bu qədərdir, yoxsa bu qədər deyil və ona uyğun keçən dəfəki sözləri istifadə edəcəyik. Oui, tout à fait, c'est vrai. Non, pas du tout, ce n'est pas vrai, c'est faux. Sırf praktik eləmək üçün məqsəd odur. Alors, c'est parti. Mir Pacha, combien tu pèses? Oui. Je pèse 65 kilos. Ok, allez-y. Une question à quelqu'un? Hasan'a sual verirəm. Combien tu pèses? Pèse? Pèse. Pèse. Combien tu pèses? Je pèse ben bu Farsçasını başa rəqəmləri mən bilmirəm. Azərbaycan deyin, Rəqəmlər. tərcümə eləyək, yad şey olsun. 75. Ok. 75 neçədir? Deyin, yazın o bir digərləri. 75. 75. Ok. Ok, 75. Buyurun Həsən, kimə sual verirsiniz? Həsən, İfo, mikrofonu əgər mümkünsə aktiv edin, bir nəfərə sual verin. Ayten Kağan'ın sual vereceğim cevap vermek istedim. Combien tu pèses? Mən Aysil xanım yoxsa Aytən? Bir dakika. Ayten Kağan. Evet. Je pèse 86 kilo. Buyurun Aytən xanım, bir nəfəri seçin, sual verin. Dilşad xanım. Dilşad xanım olum, Aysil xanım. Ok. Combien tu pèses? Je pèse 57 kilos. Ok. Buyurun Aysel xanım, bir nəfər seçin. Kim kaldı? Elə bilirəm, Dilşad xanıma sual verən olmadı. No. Və Dilşad Saida. Hanım. Dilşad xanım qaldı.
Oui. Allez-y, quelle est la question? Combien tu pèses, Madame Dilshan? Je pèse 72 kilos. Allez-y, donc Saïda. Combien soru dörden iyi istifade eləmirik? Ah oui, oui, bonne question. İndi onu izah edəcəm. Ayso, niyə görə dö istifadə eləmədik burada? Çünki əşya demədiyimiz üçün, əşya haqqında danışmadığımız üçün orada döyü silirik. Bir də bir Yazaq. sualım da olacaq. Hı -hı. Çox sevirəm ifadəsini boku ilə işlədirik, yoxsa txe ilə? Non, beaucoup, beaucoup, bien sûr. J'aime beaucoup. Bu çox ifadəsi biraz qarışıq şeydir. Tutaq ki, çox qorxuram deyəndə, çox acmışam deyəndə txe ilə işlədəcəyik. Məsələn, j'ai très peur. Çox qorxuram. Amma deyəndə ki, mən çox sevirəm, j'aime beaucoup. Bir də çox yaxşıdır, très bien. Très bien, oui, voilà. C'est très bien. Buyurun Burada Dilşad məsələn xanım. Aha, hər ikisi, buyurun. hər ikisi feildir də. Onları ancaq əzbər bilməliyik, yoxsa ayrı-bilməyin bir Bu zamanla gəlir. Sadəcə biraz zamanla gəlir. Bunların ikisi də zərfdir və o zərfliklərin bəzi ifadələr vardı ki, onlarda məcbur txeni işlədirik. Hardasa bir 7-yə yaxın elə bilirəm ifadəmiz vardı. Onu əzbər biləcəyik. Bonus olaraq onları deyərəm sizə. Və qalan yerlərdə də çoxunda boku işlədirik, belə deyək də. Böyük dans la plupart du temps, on utilise beaucoup. 7-8 dənə ifadədə txe işlədirik. okey, merci. Yəni feil və ya ismin fərqi olmadan boku işlədə bilirik, hə? Bir dənə misal verin, çünki başa düşmədim sualı tam. Yəni feilə də aid ola bilər, ismə də aid ola bilər. Yəni əşyaya da aid ola bilər, Ay hərəkətə sağ ol, də. ay sağ ol. Əgər bu kombiyəndə də elədir, bu bokuda da elədir. Əgər əşya haqqında danışıramsa, deyirəm ki, j'ai beaucoup telefon. Gördüm ki, burada əşya vardısa, avtomatik olaraq dö qoyacağam. Eyni şey kombiyəndə də vardı. Əgər kombiyən görürəm ki, əşya ilə işlədəcəm, avtomatik olaraq dö qoyuram. Amma gördüm ki, yox, hər hansı bir feildən sonra işlədirəm. J'aime beaucoup. Avtomatik olaraq döyü silirəm. Mesela ili txe kalim. Mhm. Yani buku kalim değilmirdi. Bence txe Yo, 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 kalim. yo, il est très Daha calme. Oui, oui, c'est ça. ha. Digər hər hansı başqa bir sifəti gücləndirmək istəyirsənsə, bura belə Aha. yazaq da, hər hansı mövcud sifəti gücləndirəndə avtomatik olaraq txe işlədirik. Aha. Hətta ki, bir sifət mövcuddur. Hansı sifətləri bilirsiniz? 2-3 dənə mənə sifət deyin fransız dilində. Bel, Belle, Bel, gentil, gentil, ay sağ ol, gentil. Bu öyrənmişik bunları, ona görə sizdən soruşuram. Gentil. Sonra elegant, okey, Evet. eleganı öyrənməmişik hələ. Şey, ağılsız necə deyirik? Bet, Bet, Bet. okey. Bet. Sonra moş, ağıllı, moş, okey. Moş nə idi? Kibirli, pis. Okey. fikirlidir bence ha. Çirkin, oui. Çirkin ha. Moş, məsələn. Hə, qısacası hər hansı bir sifətimiz mövcuddursa, bu sifətlərin hamısı sifətdirlər də, gözəldir, yaxşıdır, ağılsızdır, çirkindir. Bunu daha da artırmaq istəyirəmsə, qabağına très qoyacağam. Məsələn, il est très gentil. Il est très bête. Il est très moche. Voilà. Okey. Kim kimə sual verirdi axırda? Nəsə elə bilirəm Dilşad xanım, Saïda. Səidə xanım. Hə, buyurun. Saïda, combien tu pèses? Je pèse 65 kilos.
Ok. Ok, ok. Très bien. Donc jusque-là, bunlar idi da öyrəndiklərimiz. Sympathique, antipathique, élégante, etc. Alors, c'est parti. Je vais vous poser une question et vous allez me dire si c'est vrai ou pas. Oui. Alors, euh, Pacha, Oui, je pense, je oui. pense que Dilshad mesure 1,62 m. Euh, non, c'est faux. Pas du tout. Elle mesure combien? Je pense que 60 kilos. Non, mesure Euh, 1 m 50. 50. C'est vrai, Dilshad, ou c'est pas vrai? Non, c'est pas vrai. Tu mesures combien? Je mesure 1 m 60. 60. OK. Donc, Dilşad bir nəfəri seçirsiniz, eyni tipli sual verirsiniz başqa bir adam haqqında. Çəki ola bilər, boy ola bilər. Bir də malik olduğu əşya da ola bilər. 3-4 dənə şey bilirik də, əşya da ola bilər. Məsələn, deyirlər, düşünürəm ki, 5 dənə maşını var. Ayten Hanım. Bəli, buyurun. Je pense que Mirpacha mesure 1 m 80. E, yadımdan çıxmışdı təsdiq. Oui, c'est vrai. C'est vrai, Mir Paşa? Ah oui, c'est vrai, tout à fait. OK. Excellent. Buyurun Ayten xanım, bir nəfəri seçin. Deməli, Aysel. Oui. Aysel, Dilşad, 1 m 60, 1 m 60. Non, pas du Düz tout. bilmədim deyəcə. Dayan. Yox, qarışdırdım. Non, non, c'était Dilşad bien. Mhm. mesure 1 m 60. Non, pas du tout. Elle mesure Tout à combien? fait. Elle mesure Je pense que il mesure 1 m 53. Non, c'est faux. Je mesure 1 m 60. OK. Buyurun Aysel xanım, bir nəfəri seçin, ona sual verin. Saïda. Oui. Je pense que vous avez mesure 1 m 46. Comment? Je pense que vous avez mesure 1 m 46. Kimə başa düşmədim ki, kimi soruşursunuz? Sizin Ama özünüzdən soruşur bizim- deyəsən. Mən özüm non, c'est faux. Je mesure 1 m 62. OK. Buyurun Səidə xanım, başqa bir nəfər, elə bilirəm bir Həsən qalıbdı. Qaldı. Monsieur Hassan, Oui, madame. combien combien Aysel pesait? Combien Aysel pesait? Düz dedim. Yox, oyunun qaydası odur ki, tutaq ki, bir nəfərin adını deyirsiniz, fikirləşirsiniz ki, o adam bu qədər çəkidədir və ya bu qədər boyu bu qədərdir. Həsən də deyir ki, düzdür, yoxsa düz deyil. Sualı necə quracağımı bilmədim. Je pense, mən düşünürəm ki, je pense que, Je pense que tutaq ki, Aysel pesait. ay sağ ol. Aysel pesait 60 kilos.
je, ya, e, diyeceğim. Bir dakika. Ne söyledi yadımdan çıktı. Je pense. Je pense necə yazır? Yaza Ha, bilərsiniz. ha, Dəftərə je qeyd edin. pense, c'est correctement. C'est correct, tu penses? Correct. Ha, correct. Ok. Ha. C'est correct, Aysel? Non, pas du tout. J'ai 55 kilos. Ok. Ça marche. Yaxşı. Bura deməli Yaza bilərsiniz. Mən dəftərdə təbii ki. qeyd edirəm. Zəhmət olmasa sən Başda yazın. yazacağam. Yazacağam indi bura, Necə bura olur? yazıram. Deməli, 3 dənə maraqlı ifadə yazıram. Je pense que mən düşünürəm ki, bundan sonra da təbii davam eləmək lazım. Mən düşünürəm ki, bla 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 cümlə. D'accord. Sonra à mon avis üstə gələk cümlə və selon moi üstə gələk cümlə. Birincisi mən düşünürəm ki, Hı. ikincisi və ikincisi mənim fikrimcə, üçüncüsü də selon moi mənə görə. Bu üçünü də işlədə bilərik də bu suallara cavab kimi. Hətta məncə işlədək ki, şey olsun. Voilà. Makbule geçsin Türkler demişler. Donc, cümle, qu'est-ce que j'ai dit? Düşünürəm ki. Voilà. Je pense que, à mon avis, selon moi. Bir sual verim sizə. Oui, Je pense que və je crois que tamamilə bir-birini əvəz eləyə bilər, yoxsa oui, fərqlidir? oui. Tam olarak əvəz eləyə bilirlər. Oui. Je crois que, je pense que oui. Təşəkkürlər. Of, biraz dərinə geçsək, yox. Oui, allez-y. İstəyirəm. Crois que inanıram mənasında istifadə olunmur. Mən buna inanıram Yo, ki. burada yox. Bu je crois que də biraz fərqlidir. Je crois que, je pense que-nün sinonimi kimi gedir. Sırf bu kontekstdə. Əvəz eləyə bilərsiniz bu ikisini. Bon, qu'est-ce que j'étais en train de dire? Là, j'ai oublié. Oui, nəsə deyirdim, yadımdan çıxdı bu. Bon, c'est pas grave. Okey, bu belə. Gələn dərs üçün, zaten sabah üçün indi videonu göndərəcəm sizə, baxarsınız. Saatlar üzərində işləyəcək birazdan. İndi vaxtımız olduğu üçün bir neçə dənə həqiqi çalışma eləyək deyə düşünürəm. Amma həqiqi çalışma eləyəndə də biz praktika eləyə bilməyəcəyik. Müəllim, o bir sual, Oui, sual oui, yox, oui. prosta kimi bildirim. Məsələn, hər hansı bir sizə uyğun olan, bizə uyğun olan dərslikmi deyim, mövzumu deyim ki, yəni biz onu əldə eləyə bilərik, kitab formasında alaq, oxuyaq da, yəni ki, hamımızda eyni olsun. Elə bir şey var. Oui, oui, oui. Var olmağına var. Məndə məsələn çox kitablar var. Prosta hansından istifadə onu Mən sizə bu mövzu kitabı verəcəm. hamımızda Mhm. birisi nəyə görə deyirəm, biraz şeydən açıb oxumaq çətin olur, simvolik kompüter olmayanda, telefonda olanda vəbşi. Amma kitab elədir ki, kitabla любой yerdə açıb biraz təkrarlamaq mı deyim, oxumaq mı deyim, daha rahatdır insana. Okey. Bu məsələni həll eləyəcəyik. Narahat olmayın. Mən zaten beynimdə tutmuşam. Sizə bir kitab göndərəcəm. Çünki Aha. biz cəmi 8 dənə dərsimiz vardı. Ondan sonra o kitab üzərindən özünüz davam edə Çox bilərsiniz. sağ olun, təşəkkür edirik. Eski Bey, bir de en büyük problem Fransız dilinde aslında bir dildir. Ama en büyük problemi fonetik ilandır. Biz necə praktika edə bilərik bunu? Okey. Siz Şöyle də notə. hərf birləşmələrini vermisiniz, amma onları hələ də mən rahat oxuya bilmirəm. Yəni bir mətni qoysam qarşıma, oxuyub bitirə bilməyəcəm.
Pozitiv xəbər budur ki, həmin o göndərdiyim videoda hər şey vardı. İstisnasız bütün hərf birləşmələri Onları əzbərləmək olur, sadəcə istifadə eləmək üçün nə məsləhət görərsiniz? Necə negativ praktика edəcək? negativ xəbər də budur ki, başqa yolumuz yoxdur. Hər gün bir dənə mətn Təkrar tapmalıyıq. Hə, bir dənə mətn tapmalıyıq. oxumalıyıq, təkrarlamalıyıq. Üzərində işləmək. Başqa yolu yoxdur vallahi. Yəni mən özüm Yəni məsələn ona görə fransız dili deyirəm də, öyrənəndə, məsələn bir dərsliyi hə, bir şeyi keçəndən sonra məsələn orada kitabda uje çalışmalar olur da, istər-istəməz uje oxuyursan, təkrar beyinə daha yaxşı oturur. hə, yəni bunun başqa yolu yoxdur. Çalışmaq Hı hı. lazımdır, işləmək lazımdır. Hər gün işləmək lazımdır. Artıq bir ay falan işləmək lazımdır. Sizdə Okey. hazır mətnlər, mən sualım ona idi ki, sizdə hazır mətnlər var, o hərf birləşmələri, nə bilim, daha rəngli ya da altından bir çizgi ilə çəkilən bir mətn. Hazır mətnlər olar bəlkə sizdə. Hərf birləşmələrin altından altı rəngli Hər şəkildə hə, elə bir şey öyle bir şey yox. Tam eləsi yoxdur, yox. amma baxaram mən, yenə baxaram. Bəlkə hardasa arxivdə tapılar elə bir şey. Lazımdır. Yaxşı, biz bu kitabın ilk səhifəsinin üzərində biraz işləyək. Maraqlı bir şeydir. Ondan sonra dərsimizi bitirək bu gün üçün. Sonra axırda təbii 5 dəqiqə saxlayacağım. Sual olsa verərsiniz. Alors, Mirpaşa, est-ce que tu peux poser une question? Demək, burada bir şəkil görürsüz. Oui. Həmin bu şəkilə uyğun olaraq Dilşad xanıma bir sual verin. Məndə şəkil görsənmir. Mən də Şəkil görə görünmür. bilmirəm. Mən görürəm. Məndə görsənmir heç nə. Ekran paylaşımı. Ekran paylaşılmır, görmürsüz. Pauza. Mən də Yəni görsənir. sizləri görürəm, ancaq sizin yazdığınız bayaqları şəkillər falan göstər. Hə, indi görsənir. Attends, ouais, oui, c'est ça, c'est moi. Okey. Bu A şəklində 2 nəfər vardı. Hə, bunun haqqında zəhmət olmasa Dilşad xanıma bir sual verin Mirpaşa. Sualı verirəm. Qu'est-ce qu'il fait? Euh, Qu'est-ce qu'il fait? Il fait quoi? Il fait euh, göstermek, bir şey göstermek necə ifade Montrer. edelim? Montre. Montre. Ah, oui. Il montre quelque chose à son ami. Okay, excellent. Buyurun Dilşad xanım, bu şəkillə bağlı Ayselə bir sual verin. Ok. Hmm. Hiçbir fikrim yok. Məsələn, deyə bilərsiniz ki, xanımın çəkisi nə qədərdir, xanımın tutaq ki, Hə. neçə dənə maşını var, neçə dənə nə bilim Okey. nəyi var və s. bildiyimiz şeylərdə. Elle a, elle a combien téléphone? Ouais, cool. Je pense que elle a une téléphone. Excellent. Buyurun Aysel, Həsənə sual verin bu şəkillə bağlı. Euh, il, il Məsələn, a, il a quel âge? Biraz neydi? Neçə yaşı? Neçə yaşları var? Xanım el, şəkildəki qızın neçə yaşı var? yox, kişinin deyəsən. İl dedi, məncə kişini deyir. Elde də artıq. Bilmirəm, il dedi, el dedi. O İl dedim. yazılıb hardasa, mən tapa bilmirəm axı. Yox, bu sadəcə beynimizdən deyirik. Bu heç yerdə Hə, yazılmayıb. beynimizdən Hə, hə, hə. deyirik. El, elə pis. Okay. Japons elə pis. Okay. Excellent. Həsən, sual verə bilərsiniz kiməsə, bir nəfəri seçin, ona sual verin. Bu iki şəxs haqqında istədiyi sualı verin.
İstediğim sualı verin. Hmm. Ben pas bu sefer ben o değilim. Hazırlaşmamışım. Okey, okey, okey. Rahat ol, rahat ol. Heç bir problem yoxdur. Alors, mən bir sual verim. Deməli, Ayten, Bəli. quelle est, quelle est la nationalité de la femme? Elle est française. Elle est française, OK. Buyurun Ayten, Saide xanıma sual verin bu iki şəxs haqqında. Elle s'appelle comment? Elle s'appelle Louisa. OK. OK. Mən bir Ben, sual vermək istəyirəm, birləşdirib, amma bilmirəm düzdür yoxsa yox. Siz bir dənə zəhmət olmasa qulaq asın. Qu'est-ce que Dişa xanım sizə sual verirəm. Qu'est-ce que il est beau? Düz sual verdim. Eşqin bəy. başlığındakı k'yı silməlisiniz. Est-ce Ba que Ay sağ ol. Ha, eski. est-ce que il est beau? Düz dedim elə? Ay sağ ol, indi düzdür. Oui, je pense qu'il est beau. Okay. OK. Bunu mən təcili yazım, yaddan çıxmasın. Bu çox maraqlı bir ifadədir. Bu SQ ifadəsi çox möcüzəvi bir ifadədir. Kesko yox, ha, kesko fərqli bir şeydir. Keskonu öyrənmişdik. Kesko nə deməkdir? Yəni nə? Bu nəyi qoyuruq hər hansı bir cümlənin qarşısına olur. Kesko tu aimes, sən nəyi xoşlayırsan? Kesko vous aimez, siz nəyi xoşlayırsınız? Kesko tu as, senin nəyin var? Yəni nə olub sənə o mənada? Kesko tu manges, sən nə yeyirsən? Kesko tu fais, sən nə edirsən? Bu nəyi vurğulayaraq deyirəm ki, kesko olanda, k olanda başlıqda nə olur? Amma bu esko ifadəsi məgər deməkdir Azərbaycan dilində. Düzdür, sualın içərisində məgər kimi tərcümə eləməyəcəyik. Esko. Esko. Bu həmin eskoyu hər hansı bir cümlənin qarşısına qoyanda avtomatik olaraq suala çevrilir. Tutaq ki, deyirik ki, ilə bu. Yaraşıqlıdır. Hə, o tutaq ki, bu afirmativdir də, təsdiq edir ki, o yaraşıqlıdır. Qarşısına qoyanda esko, eski ilə bu, o yaraşıqlıdır. Başqa sual da verə bilərik. Elle est Drôle. drôle, okey. Necə deyərik, o gülməlidir, yoxsa yox? Marionnette. Est-ce que elle est drôle? Est-ce qu'elle est drôle, okey. Marioneti kim dedi? Mən. Okey. Hard, okey. Bilirsiniz mənasını? Məncə gülməli kimi belə gülünc deyim, gülməli deyim. Okey. Məncə belə Est- bir məna verir. Oui. Bizdə deyəsən ona klon deyirlər də. Klon. Hə, Ay hə. sağ ol. Est-ce qu'elle est drôle? Okey. Tamam. Biz dərsimizi bitirmədən öncə bu est-qını istifadə eləyək. Bu şəkillər oradaydı. Bu yazılanlar qalacaq da elə Hamısı təzədən. qalır, hamısı qalır. Hə, hə. Heç vaxt Hı hı. silinmir. Yəni video formasında təzədən bizə göndərəcəksiniz. Çünki elə şeylər var çatdırmadım yazmağa. Oui, oui, bien sûr. Je vais tout vous Okey. envoyer. Alors, getdik. Başdan başlayırıq. Çoxlu deməli sözlər vardı. Bunların hamısının qarşısına Attends. Là, ici. Bu aşağıdakı kırmızı yeri görürsüz. Il est beau, Aha. il est belle, il est moche, elle est moche, il est sympathique, elle est sympathique. Adama hardasa 3 dənə, 2 dənə şey düşür, söz düşür. İlk olaraq oxuyacağıq təsdiqini, sonra da sual versiyasını oxuyacağıq. Mirpaşa getdik başdan. Kimə sual verim? Yox, sual verim, sadəcə oxuyuruq. Ondan sonra da Oxuyum. sual versiyasına çevirirsiniz. C'est tout. Il est beau, il est moche. Okey, indi suala çevirin. Est-ce que il est beau? Est-ce que il est moche? Okey, super. Buyurun Dilşad xanım, davam eləyin. Il est sympathique, il est intelligent. Est-ce qu'il est sympathique? Est-ce qu'il est intelligent? Okey, buyurun Aysə xanım, davam eləyin. Il est bête, il est drôle. Est-ce qu'il est bête? Est-ce qu'il est drôle? Okey, buyurun Ayten xanım, davam eləyin.
Il est gentil, il est méchant. Est-ce que gentil, est-ce que méchant? Okey. İli yaddan çıxartmayın. Yəni heç bir şey dəyişmir. Bir dənə elə bir qabağına eski qoyuruq. Eski Ah, ilə est-ce que il est gentil, est-ce que il est moche et il est méchant? Méchant. super. Super. Əla. Buyurun Səidə xanım davam eləyin. Elle est belle, elle est morte. Est-ce que elle est belle? Est-ce que elle est morte? Moş. Moş. Okey. Buyurun Həsən bəy davam eləyin. Il est sympathique. Est-ce que sympathique? Il est intelligent. Est-ce que intelligent? Super. Buyurun Mirpaşa davam eləyin. Elle est bête, elle est drôle. Est-ce que elle est bête? Est-ce que elle est drôle? Okey. Buyurun Dilşad xanım davam eləyin. Elle est gentille et elle est méchante. Est-ce qu'elle est gentille? Est-ce qu'elle est méchante? Okey. Super. Bugünün dərsi bu qədərdir. İndi belə bir şey eləyəcəyik. Bugün çoxlu şeylər öyrənmişik. Əgər vaxtınız olsa sabaha qədər kiçik bir ev tapşırığı verirəm. Özünüzü təqdim edirsiniz. Adım nədir? Ondan sonra milliyyətim nədir? Harda yaşayıram? Hansı şəhərdə? Sonra nə öyrənmişik? Hə, neçə dənə hansı əşyadan varımdır? Ondan sonra nəyi sevirəm? Onu öyrənmişik. Tutaq ki, məşq eləməyi sevirəm, mahnıya qulaq asmağı sevirəm. Sonra buradan özünüzə uyğun şeyi tapırsınız, sifəti tapırsınız. Hansı sifət sizə uyğundur? Ondan sonra zarafat üçün də yaza bilərsiniz, uyğun olmayan da yaza bilərsiniz. Əsas odur ki, şey olsun da. Sonra bunlar idi öyrənin. Yaşınızı deyirsiniz. Hə, bir də boyunuz nə qədərdir, çəkiniz nə qədərdir? Dediyim kimi fiktiv yazırıq da. Yəni əsas odur ki, rəqəmlərdən istifadə eləyək. Devoir à la maison. Donc, description, présentation. Okey. Bunu eləsəz çox mükəmməl olar. Hardasa elə bilirəm 7-8 dənə cümlə eləyəcəkdir. Eləyə bilməsəz də narahat olmayın, problem yoxdur. 3 dəqiqə vaxtımız qalır. Hər hansı bir sualınız falan vardırsa, buyurun, çəkinmədən verə bilərsiniz. Mənim bir sualım yoxdur. Dərsdən ayrıla bilərəm biraz. Oui, 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 oui. Buyurun, buyurun, buyurun. Oldu. Təşəkkürlər. Teşekkürler. Sağ olun. Benim de bir sualım yoktu. Her şey aydın. Çok sağ olun. Okey, Məndə onda bir sual yoxdur. okey. Bəli, məncə də hər şey aydındır. Çox sağ olun Eşqi müəllim. Okey. Çox sağ olun. Okey. Oldu, sağ olun. Bonsoir et puis à demain. Bonsoir. Au revoir. À demain. Bonsoir, à demain. Demain. Au revoir. Adamı. Au revoir.